Hər kəsə salam. Bu gün istədiyinizi əsasən 8-ci sinif riyaziyyatdan rayon şəhər mərhələsi 2026-cı il suallarının izahına başlayırıq. Başlayaq ilk sualdan. Birinci sualda bu ifadənin qiymətini tapmalıyıq. 12-nin 2-nin kvadratı vurulsun üst şəklinə yaza bilərik. Və a üstü m üstü n bir 2 a üstü mn'dir. Yəni 2 üstü 2 üstü 6 eləcək 2 üstü 12 vurulsun 3 üstü 6. Əslində bu olimpiyada məqamlı, yəni olimpiyada tipli bir sual deyil, lakin sıfırdan izah edirəm. Deməli, biz bir iki mənfi ədədin üzərində tək qüvvət olarsa, bu zaman ifadəmizin cavabı mənfi olur. Ona görə mənfini qabağa qarşıya atıram. 15-də 3 vurulsun 5-dir, 3 üstü 3 vurulsun 5 üstü 3 şəklində yazaq. 18 isə 3-ün kvadratı vurulsun 2 şəklində yazsaq, bu da eləyəcək 3-ün kvadratı üstü 5, 3 üstü 10. Vurulsun 2 üstü 5. Bir iki deməli, mənfi ədədlərin əgər qüvvətində cüt ədəd olarsa, bunun cavabı müsbət bir ədəd olur. İndi ona görə də 2 üstü 4 vurulsun 5 üstü 4 yaza bilərik. Yəni işarə dəyişmir. Mənfini qarşıya atsaq, 2 üstü 12-ni bölsək 2 üstü 9-a eləyəcək 2 üstü 3. Yəni 2 üstü 3. Deməli, 3 üstü 6-nı vurulsun 3 üstü 9'u 3 üstü 10'a böldükdə məxrəcdə 3 qalacaq. Deməli, burada da 5 qalacaq. Deməli, eləyəcək mənfi 8 bölünsün 15. Yəni, doğru cavabımız olacaq B variantı. İkinci suala baxırıq. Tənlik sualdır. Deməli, 20 çıxılsın. Mötərizənin qarşısında mənfi olduğuna görə işarə dəyişəcək. 26 üzərinə gəlsin 2x. Çıxılsın 17 bərabərdir. Buranın birinci mötərizənin içərisini həll edirik. Bura 14 eləyir. Mənfi 32. Deməli, mənfi 23 üzərinə gəlsin 2x eləyəcək. Mənfi 32. 2x mənfi 9. X də mənfi 4,5 olacaqdır. Baxaq üçüncü suala. Üçüncü sualı addım-addım səbirlə həll etməliyik. Riyaziyyat səbir işi olduğu kimi. Birinci bu sürəti həll edəcək. Sonra bu aldığımız ifadəni buna bölürük. Sonra bunu hesablayıb buna bölürük. Ən sonunda isə çıxma əməlini yerinə yetirməliyik. Birincisi 14'ü bölürük 10'da 15'ə. Yəni bölürük 3'də 2'yə. Bu da nə deməkdir? 14 vurulsun 2 bölünsün 3. Yəni 28 bölünsün 3 alınacaq. Sonra 2'ni bölürük. Deməli 4 bölünsün 3'ə. Eləyəcək 2 vurulsun 3 bölünsün 4. İxtisar gedəcək. 3 bölünsün 2 alınacaq. Üçüncüsü bu aldığımız ifadələri çıxmalıyıq. Yəni 3'də 28 çıxılsın 2'də 3. Burada da ortaq məxrəc 6'dır. Burada 3. Burada üzr istəyirəm. Burada 2, burada 3. 54'dən də 9 çıxsaq 47. Deməli, biz ilk ifadənin sürətini hesablamış olduq. Dördüncüyə keçirik. Deməli, 2-də 1'in üstünə gəlməliyik. 3'də 8'i. Bu da ortaq məxrəc yenidən 6'dır. Burada 3, burada 2, 6'da 19 olacaq. Sonra bu aldığımız ifadəyə bölməliyik. Yəni 5-ci addım 47'də 6'nı vururuq bunun tərsinə. Deməli 6'da 19. Yəni 19'da 6'ya 6 bölək 19'a. Burada 6'lar ixtisar gedəcək, qalacaq 47 bölünsün 19. Yəni bu ifadənin qiyməti 47 bölünsün 19 tapılmış oldu. Keçirəm ikincisiyə. Yəni neçənci işləmimiz olacaq? 6-cı səhv eləmirəmsə. 26'nı bölməliyik. Deməli 3'də 8'ə. Yəni 26'nı vururuq. 3 bölək 8'ə. Burada 2 ixtisar gedir. Eləyəcək sonda 13 vurulsun 3'də 4. Yəni 39 bölünsün 4. 7-ci də bu ifadənin qiymətini hesaplamalıyıq. Bu da nə deməkdir? 4'də 13 üzərinə gəlsin. Deməli 4'də 6. Yəni 2'də 3, 4'də 6 kimi yazırıq. 4'də 19. Bunları bir-birinə bölmək lazımdır. 8-ci addımda. Deməli, nə edirik? 39 bölünsün 4'ü vururuq. Bunun tərsinə, yəni 4 bölək 19'a. 4'lər ixtisar gedəcək, qalacaq 39 bölək 19. Yəni son olaraq bu ifadənin qiyməti də olacaq 39 bölək 19. Bunların fərqini tapmalıyıq, eləyəcək 19'da 8. Yəni doğru cavabımız olacaq D variantı. Növbəti səhifəyə keçsin.
Deyək ki, qonşu bucaqlardan birinin 50%, digərinin 40%-dən 27 dərəcə çoxdur. Bu qonşu bucaqların fərqini tapın. Deməli, birinə x deyək, 0,5 x bərabərdir. 0,4 vurulsun, 180 çıxaq x, üzərinə gəlsin 27. Bu da eləyəcək, buranı hesablayıram. 72 çıxılsın 0,4 x plus 27 bərabərdir 0,5 x-ə. Deməli, buradan taparıq ki, 99 0,9 x-ə bərabərdir. Yəni, x-imiz 110 dərəcədir. Qonşu bucaqlar olduğuna görə y-imiz də 70 dərəcədir. Yəni, şərt olaraq y dedim. Fərqləri də 40 dərəcə olacaq. Keçək 5-ci sualımıza. 5-ci sualda baxaq, deməli, ifadəmizə. Kök altda, deməli, kökdən azad edəsək, yəni hər tərəfi kvadrata yüksəltsək, 6x kvadrat çıxaq 5x plus 4 25-dir. Yəni 21 alınacaq. Çıxaq 21 bərabərdir 0 şəklində yaza bilərik. İndi burada da bunu belə vuruqlara ayıraq. 6x kvadratı plus 9 çıxılsın 14x çıxılsın 21 0-dır. Deməli, bu ikisində ortaq 3x vardır. 3x-i çıxarsaq qalacaq 2x plus 3 çıxılsın. Bu ikisində isə işarələyək. Bu ikisində isə 7 vardır ortaq. 7-ni çıxarsaq 2x plus 3 eləyəcək 0. 2x plus 3 vurulsun 3x minus 7 eləyəcək 0. X bərabərdir. Birincidə mənfi 3 bölək 2. Deməli, x bərabərdir 7 bölünsün 3 şəklində tapırıq. İndi bizə deyir ki, x1 x2-dən böyükdür. Deməli, bu x1-dir, bu x2-dir. Yəni, 3-ü vuruq, 3 bölək 7, 7 çıxılsın 3, cavabımız 4-dür. Keçirik 6-ya. 6-ya baxaq. Məşhur olimpiyada tipli bir sualdır. Hətta dimdə də olmalıdır, səhv eləmirəmsə. A-ya baxırıq. 1 bölünsün, 2 vurulsun 3, üzərinə gəlsin 1 bölək 3 vuraq 4, üzərinə gələk 1 bölək 4 vuraq 5, üzərinə gəlsin 1 bölək 5 vuraq 6, üzərinə gəlsin 1 bölək 6 vurulsun 7 şəklindədir. Bu da nə deməkdir? 1 bölünsün 2 çıxaq 1 bölək 3, üzərinə gələk 1 bölünsün 3 çıxılsın 1 bölək 4, üzərinə gəlsin 1 bölək 4 çıxılsın 1 bölünsün 5, bu şəkildədir. Tamam. Burada gördüyünüz kimi ixtisarlar var, yəni bunlar gedəcək hər biri. Deməli, bu da gedir 7-də 1. Qalacaq 2-də 1 çıxılsın 7-də 1, bu da eləyəcək neçə? 14-də 5. Yəni, son olaraq A-mız 14-də 5-dir. İndi B-mizə baxırıq. B. 1 bölünsün 1 vurulsun 4. Üzərinə gəlsin 1 bölünsün 4 vurulsun 7. 1 bölünsün 7 vurulsun 10. Və 1 bölünsün 10 vurulsun 13. Burada görürük ki, bunların arasındakı fərq 3-dür. Ona görə 3-də 1-i çıxarsaq, qalacaq burada yenidən baxın, bayaqki kimi ixtisar gedəcək. Qalacaq 1 çıxılsın 1 bölək 13. Burada qalacaq 13-də 12 vurulsun 3-də 1. Yəni eləyəcək 13-də 4. Deməli, B-miz də 13-də 4-dür. Bunu da tapdıq. 14-dən 4-də 5-ə vursaq 5, bu da 4. Cavabımız eləyəcək 9. Yəni doğru cavabımız eləyəcək B variantı. Keçək növbəti sualımıza. Deyir ki, 24 bölünsün n plus 4 natural olsun. N'in tam qiymətləri olmalıdır. Bu ifadədə natural olmalıdır. Yəni, n istənilən ədəd ola bilər. Söhbət tam ədədlər çoxluğundan gedir və bu da natural olmalıdırsa, deməli 24-ün bölənlərini tapmağımız, yəni sayını tapmağımız kifayətdir. 2-nin kubu vurulsun 3 üstü 1, 4 vurulsun 2-dən 8 eləyəcək. Yəni, Y variantımız. Keçək növbəti səhifəmizə. 8-ə baxaq. Deyir, cəmindəki bütün toplanan kəsrlərin məxrəcləri bir vahid azalarsa, cəm necə dəyişir? Buna A deyirəm. Deməli, azalsa belə olacaq. 1 üzərinə gəlsin 1 bölək 2, 1 bölək 3, ta ki 1 bölünsün, n çıxılsın 1B. Deməli, biz aldığımız ifadədən bunu çıxsaq, baxın, bu hissələr gedəcək. Baxın, bunların hamısı gedəcək. Qalacaq 1 çıxılsın 1 bölək n. Verəcək n-də n çıxılsın 1. Və bu qədər də gördüyümüz kimi nə edər? Deməli, artar. Çünki B-dən çıxırıq da. Deməli, B daha böyükdür ki, yəni çıxanda müsbət bir ədəd alınır. Mənfi alınsaydı bu qədər azalardı, D olardı.
Nəysə, keçək 9-a. Moda aid bir sualımızdır. Deyir ki, 2m plus 6-nı 5-ə böldükdə qalıqda 1 alınır. Yəni, bərabərdir 1 mod 5-də. Bunu biraz sadələşdirək. Yəni, 2m bərabərdir 0 mod 5-də. Yəni, bu deməkdir ki, m də mod 5-də 0 qalığını verir və m-imiz 5 kaşa içindədir. İndi 7-yə bölündükdə 3 qalıq alındığına da baxaq. 2m plus 6 bərabərdir 3 mod 7-də. Mod 7. Tamam. Deməli, 2m'in yerinə 10k yazıram. 10k bərabərdir mənfi 3 mod 7-də. 10 da nə qalıq verir? 3 qalıq verir. 3k bərabərdir mənfi 3 mod 7-də. Hər tərəfi də deməli bölsək, k bərabər olacaq mənfi 1 mod 7-də. Mənfi 1 də hansı qalığa bərabərdir? 6-ya. 6 mod 7-də. Yəni, alınacaq ki, k bərabərdir 7t plus 6 şəklində. M-imiz də 5k idi. M də olacaq 5 vurulsun 7t plus 6, 35t plus 30. Ən kiçik qiyməti nə zaman olur? T 0 olanda, yəni 30 olanda M. 3 0-ın cəmi də eləyəcək 3. 10-cu sualda bir-bir hallara baxmaq lazımdır. Yəni, cəm əgər sadədirsə, yəni ya 3 olacaq, ya 5, ya 7, ya 11, ya da 13, ya da ki 17. Çünki zər 3 dəfə artırılırsa, yəni maksimum cəm 18 ola bilər. Yəni 18-ə qədər olan sadə ədədlərin cəminə baxırıq. 1, 1, 1 də minimum. Yəni 3-dən böyük, 3 və 3-dən böyük olmalıdır. 2-ni də götürə bilmirik. Yəni bu halları bir-bir araşdırsanız 3 olduğu hal 1 ədəd, bu 6 ədəd, 15 ədəd, 27 ədəd, 21 ədəd, 3 ədəd bu şəkildə olmalıdır. 21, 3, yəni bu şəkildə olmalıdır. Və bunların hamısını toplasanız 73 hal edir. Ümumi də bilirik ki, 6-nın kubu qədər, yəni 216 hal olduğuna görə D variantı olacaq doğru cavabımız. Yəni 10-cu sualda cavabımız D variantı. 11-i həll eləməyin ən asan yolu Euler-Venn diaqramıdır. Yəni çoxluq suallarına. Bu A çoxluğudur, bu B-dir. Bura mən X, kəsişməyə bir Y, bura bir Z desəm, A çoxluğunun element sayı X plus Y çıxılsın. Y plus Z-dir, yəni Y minus Z 8-dir. Bunlar gedəcək, qalacaq ki, X çıxılsın Z 8-dir. Sonra həmçinin ümumi deməli birləşmə ilə X plus Y plus Z ilə kəsişmənin Y-in cəmini bizə nə verib? 12 verib. Yəni X plus Z plus 2Y 12-dir. Bizdən nəyi soruşur? A elementinin ad çoxluğunun elementlər sayı. Yəni buranı soruşur. Düzdür? X plus Y bərabərdir suala. İndi X-i tapmalı, X plus Y-i tapmalıyıq deyə mən Z-in yerinə X minus 8 yaza bilərəm. Yazsaq X plus X minus 8 üzərinə gəlsin 2Y 12-dir. 2X plus 2Y 20-dir. X plus Y də 10-dur. Yəni Y variantıdır. Deməli, baxaq 12-yə. Deməli, 12-də nə deyir? Tənliyin həqiqi köklərinin sayını tapmalıyıq. Deməli, biz bilirik ki, bura bir hələlik A, B deyirəm, asan olsun deyə. A ilə B 0-dan böyük bərabərdir. Yəni, ona görə ya A-mız 2, B-miz 0-dır, ya 1, 1-dir, ya da ki 0, 2. Yəni, bu 3 haldan mütləq biri ödənməlidir. Tamam, indi baxaq. Baxırıq ki, modul X plus 1-in 2 olduğu hala, X plus X minus 2-nin 0 olduğu hala. Bu 1 mənfi 3, bu 2 olacaq. Bu hal getdi. Yəni, ikisi də eyni olmalıdır təbii ki. Yəni, X eyni bir ədəddir. X plus 1 0 olsa, X minus 2, 2 olsa, 4 mənfi 1 falan 2'lər yaranır. Yenə bərabər olmur. Eynən baxsanız ki, hər ikisinin 1 olduğu hallara yenidən hər ikisinin üst-üstə düşdüyü ortaq kök tapılmadığına görə, yəni həqiqi kökün sayı 0 olacaq. Baxırıq bu suala. Deməli, düzbucaqlı üçbucaqdır. Deməli, beton uzuna hündürlük çəkilir. Bunu da xətlə çəkim. Tamam. Deməli, bizə deyir ki, iti bucaqlarından biri də 30'dur. Deməli, bura 30 olsun, bura 60 olsun. Bunlar 90'dır. Bura 60'dır, burada 30'dur. Yəni, bu məlumdur. Düzdürmü?
Və yaxud da gəlin əksini götürə bilərsiniz. Məsələn, gəlin tərsinə götürək. Daha rahat əldə etmək üçün deyirəm. Bura 30 olsun. Bura 60, 30, belə şəkildə olsun. Bura A kökdə 3 deyək. Burada A olacaq. Burada A bölünsün kökdə 3 olacaq. Burada 2A olacaq. Bizdən də bunun buna nisbətini istəyirdi. Bu da olacaq 1-in 3-ə nisbəti, yəni A variantı. Deməli, burada qaydamız nədir? Göründüyü kimi 14-cü sualda 2 dənə üçbucaq var. Yəni, bir üçbucağımız bu üçbucaqdır, AB-dir. Biri də DBS üçbucağıdır. Bizim əsas rulumuz nədir? Böyük tərəf qarşısında böyük bucaq durmalıdır. Yəni, bunu nəsə kiçildim. Nəsə, bunu silim artıq, onu həll elədik. Tamam. Deməli, variant işarəliyim. Aha. Deməli, böyük tərəf qarşısında böyük bucaq durur. Əsas qaydamız oydu. İndi bucaqları qeyd edirik. ABD buranı 50 verib. Sonra ADB buranı 62 verib. Sonra indi 180-dən 112 çıxsaq digər bucağı da taparıq. 68 dərəcə. Aha. 68 dərəcə. CDB bura 75. CBD 65. Yenidən burada olacaq 40 dərəcə. Ən böyük bucaq 75-dir. Yəni, ən böyük tərəf onun qarşısında durmalıdır. C-nin. Sonra ikinci olaraq B-dir. Düzdürmü? Sonra B-dir. Yəni, 60. Deməli, 112. Aha. Sonra B-dir. Deməli, sıralama A variantındakı kimi görünür. Bəli. A variantındakı kimi olmalıdır. Böyük tərəfin qarşısında böyük bucaq durmalıdır. Yəni, qaydamız oydu. Baxaq növbəti suallara. 15-ci sualdan davam edək. Deməli, bizə deyir ki, verilmiş şəkildə BAD 20-dir, DAC 60-dır, ABY 50-dir, YBD 30-dur. Bizdən BY-dir, yəni bu bucağı istəyir. Deməli, biz burada nə görürük? Bura 80-dir, bura 80-dir, bura 20-dir. Və buradan görünür ki, bərabər yanlı üç bucaq var. Yəni, AC BC-yə bərabərdir. Sonra biz buradan baxırıq ki, 80 dəqiqə. Sildim. Tamam. Deməli, sonra bu üç bucağa baxsanız, dəqiqə işarəliyim. Tamam. Bu üç bucağa baxsanız, bura 80, bura 50, bura 50 dərəcə qalır. Yenidən bərabər yanlı bir üç bucaq alırsınız. AB-nin AY-yə bərabər olduğunu buradan tapırıq. Sonra üçüncü üçbucağımıza baxsaq, yəni hansı üçbucaqdan? Bu üçbucaq. Bura 80, bura 20, eləyəcək 100, bura 80. Yəni yenidən bərabər yanlı üçbucaq alınır. AB də AD-yə bərabər olacaq. Yəni baxın, bizim son iki bərabərliyimiz var. Baxın, bu bərabərliklərə baxın. Sol tərəflər bərabərsə, sağ tərəflərdə, yəni AY-nin AD-də bir-birinə bərabər olmalıdır. Yəni AY, AD bərabərdir. Buradan görünür ki, baxın, bir bucağımıza neçə dərəcədir? 60 dəqiqə. Deməli, bu bərabər tərəfidir. Burada 60-dır. Deməli, baxın, bura, yəni 50 plus x olmalıdır 60. Yəni x də 10 dərəcədir. Yəni yekun cavabımız budur. Deməli, A variantı olacaq. 16-ya baxırıq. 1 bölünsün 9 bölünsün A. Üzərinə gəlsin 1 bölünsün 90 bölünsün A. Üzərinə gəlsin 1 bölünsün 900 bölünsün A. Yəni bunların tərsi olan bir ifadə alınacaq. Alınacaq 9 bölək A. Üzərinə gəlsin 90 bölək A. Üzərinə gəlsin 900 bölək A. Bu da eləyəcək 999 bölünsün A. Yəni Y variantı olacaq. Sonra baxaq 17-yə. Deyir ki, Azər Bilalın yaşlı olanda Bilalın 54, Bilal Azərin yaşlı olanda isə Azərin 12 yaşı olur. Azərin indi neçə yaşı var? Azərə bir x deyək, Bilala isə bir y deyək. Yox, hə də y deyək. Deməli, Azərin x olanda, yəni Azər Bilalın olanda Bilalın 54 yaşı olurmuş. 54 dənədə x çıxılsın, y çıxılsın, x-dir. Sonra Bilalın, deməli, Azərin yaşı olanda, yəni Bilalın y olanda Azərin də olurmuş. Y çıxılsın, x çıxılsın, y yaşı, yəni 12 yaşı. Deməli, bunu hesablasaq, 2x çıxılsın, y 54-dür.
Deməli 2y çıxaq x-də eləyəcək 12. Deməli burada birincidə hər tərəf 2-yə vursaq 4x çıxaq 2y, 2-yə vursaq 108-dir. Tərəf-tərəfə toplasaq 3x eləyəcək necə? 0, 120. X eləyəcək 40. X 40-dır. Gətirib yerinə qoysanız y də alınacaq 26. Bizdən də deməli kimi soruşurdu? Yəni Azər soruşurdu. Bu da 26 yaş eləyəcək. Keçək növbəti 3 suala. Deyir ki, məlumdur ki, 2 rəqəmli ədəd, yəni məsələn AB olsun, rəqəmləri 0-dan fərqlidir. Yəni A ilə B fərqlidir 0-dan. Bu 2 rəqəmli ədədin kvadratı ilə, yəni 10A plus B-nin kvadratı çıxılsın. Onun rəqəmlərin yer dəyişməsindən əmələ gələn ədəd, yəni bu ədəd 10B plus A-nın kvadratı. Yəni deyir bu. Bu da deyəcək 100A kvadratı üzərinə gəlsin 20AB üzərinə gəlsin B kvadratı çıxılsın 100B kvadratı çıxaq 20AB çıxılsın A kvadratı. Buradan 20AB-lər gedəcək, qalacaq 99A kvadratı çıxılsın 99B kvadratı. Bu da məlumdur ki, 99-a bölünən bir ədəddir. Həm 9-a, həm 11-ə bölünməlidir bizdə olan ədəd. Aha, burada baxırıq ki, 9-a bölünür, rəqəmləri cəmi bölünür. 11-ə bölünürmü? Eləyəcək 2, 27 bölünür. B-yə baxaq, rəqəmləri cəmi 9-a bölünür, 11-ə bölünürmü? Baxaq. 3, deməli 33, 6, 36. Deməli, burada gətirib yerinə qoysaq, A kvadrat çıxılsın B kvadratı. Eləməlidir 396 bölək 99, 4. A çıxılsın B vuraq A plus B eləməlidir 4. Deməli, bu halı yoxlasaq, tam ədəd alınmadığını görərik. Yəni, ona görə doğru cavab B-dir. Yəni, buna bərabər ola bilmir. Baxaq 19-cu sualımıza. Bizə belə bir yol verib. A, C, D, B məntəqələri var. Deməli, bizə deyir ki, deməli 60-20 sürətindədir. 60-20 skuterlə nə gəlir? Avtomobil gəlir. Avtomobil B-yə çatır, durmadan C-yə geri dönür. Həmin müddətdə skuterdə D-yə çatır. 3 saat çəkir bu proses. C-dən D-yə olan məsafə ilə D-dən B olan məsafə bərabərdir. Burada Y-D, A ilə B arasındakı məsafə. Yəni 2x plus Y üzərinə gəlsin 2x bölünsün 60 bərabərdir. Yəni bu 180-dir. X plus Y-in 20-yə nisbətdir. Yəni bu da 60-dır. Deməli 4x plus y də 180-dir. 4x 3x plus x şəklində yazsanız, x plus y 60-dırsa, 3x də 120-dir, x 40-dır. X 40-dır, y də 20-dir. Deməli 80, 20 məsafədə olacaq 100. Baxaq 20-ci sualımıza, son suala. Bizə bərabərliklər verilib. Y-in qarşıları bərabər olmalı. Görürük ki, hər iki tərəfdə də y var. Deməli, birincisi olmalı x bölək y bərabər 8 bölək 18. Y bölünsün z də olmalıdır. Bərabər olmalıdır. 18 bölünsün 27-yə. Yəni, buradan biz tapdıq ki, x-imiz 8K-dır, y-imiz 18K-dır, z isə 27K-dır. Bizdən deyir ki, ən çox neçə qram ola bilər? Yəni 8K-nı ən çox götürməliyik. 250 yox, 70. X-dən 70 qram götürür. Buradan da K-nı biz tapırıq 70 bölək 8. Ümumi də eləyəcək 53K. Yəni 53 vurulsun 70 bölünsün 8. Bu da hesablasanız 463,75 edir. Sualların izahı da bu qədər. Əgər faydalı oldusa kanala abunə olub like etməyi unutmayın.